Ağdamın Kəngərli kəndində 49 ailə 232 nəfər qayıdır ki, onlardan da 3 ailə 11 nəfər paytaxt Bakıdan yola salınır. Qeyd edim ki, bugünkü köçlə nəzərə alınmaqla ümumilikdə bugünə qədər Ağdamın Kəngərli kəndinə qayıdanların sayı 109 ailə 487 nəfərə çatır. Həqiqətən mən çox sevinirəm ki, öz elimə, öz obama qayıdıram. Mən 44 günlük müharibədə yatmadım, çox həyəcan keçirdim və hər Qarabağın bir qarış torpaq alınanda çox sevindim. Həqiqətən çox sevinirəm ki, mən öz elimə, öz obama qayıdıram. Ali Baş Komandanımıza dərin təşəkkürlərimizi bildirirəm. Şəhidlərə Allah rəhmət eləsin, qazilərimizə də can sağlığı versin inşallah. Həqiqətən mən musiqini çox sevirəm, uşaqlıqdan məşğul oluram. Mən hər dəfə saz çalanda özümə bir zövq verirəm. Çox sevirəm bu sənəti. Çox qürurluyam. Bu qürur hissini bizə yaşatdığına görə Ali Baş Komandanımıza dərin minnətdarlığımızı bildiririk. Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin ki, bu hissi, bu sevinç hissini bizə yaşatdı. 44 günlük müharibədə həm sevindi, həm kədərləndi. Hər qarış torpağı aldıqca çox həyəcanlanırdıq, sevinirdik. Şəhidlərimizi eşitdikcə üzülürdük, amma yenə də çox qürurluyuq, çox sevincliyik. 9-10 yaşımda çıxmışam. Qorxurduq, atışma səslərini eşidirdik, uşaq idik. Bunların hamısını eşidirdik, yaşamışdıq o həyəcan hisslərini. Valideynlərimlə çıxmışdım. Çox təəssüf ki, hal-hazırda təkcə anamla qayıdıram. Atam rəhmətə gedib. Çox üzülürəm ki, bugün yanımızda yoxdur. Çox həvəslənirdi o getməyə. Belə. Onlar